Azərbaycanda taxıl biçini mövsümünə start verilib. İşğaldan azad edilmiş Xocalı və Ağdərə rayonlarında da ilk dəfə pay torpaqlarında əkilən taxıl sahələrindən bol məhsul əldə olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə Xocalı və Ağdərə rayonlarında 1000 hektardan artıq ərazidə taxıl əkilib. Əldə olunan bol məhsul torpaqların yüksək münbitliyini, tətbiq olunan aqrotexniki tədbirlərin səmərəliliyini və dövlət dəstəyinin effektivliyini bir daha təsdiqləyib. Xocalı rayonunun Ballıca kəndində həyata keçirilən torpaqların icarəsi layihəsi çərçivəsində sakinlərin fəallığı xüsusi diqqət çəkir. Layihəyə 162 nəfər müraciət edib. Onlardan 132-si təlim və imtahan mərhələsini uğurla başa vuraraq sertifikat əldə edib. Sertifikat alan 89 nəfərə ümumilikdə 1234 hektar torpaq sahəsi uzun müddətli icarəyə verilib. Layihə çərçivəsində ailələrə orta hesabla 1,5 hektar torpaq sahəsi ayrılıb. Kənd təsərrüfatının səmərəli təşkili məqsədi ilə Ballıca kəndində 9 kənd təsərrüfatı kooperativi yaradılıb. Bu kooperativlərdə 72 üzv birləşərək 1052 hektar torpaq sahəsində fəaliyyət göstərir. Bununla yanaşı kənddə 12 ailə kəndi fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda 42 üzv fəaliyyət göstərir və onların istifadəsinə ümumilikdə 152,68 hektar torpaq sahəsi verilib. Qeyd edək ki, ilk əkin mövsümündə əldə olunan nəticələr böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlərin məşğulluğunun təmin edilməsinə, kənd təsərrüfatının bərpasına, bölgənin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verir. Gələcək illərdə Xocalı və Ağdərənin ölkənin əsas taxılçılıq bölgələrindən birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.